Salam dostlar. Bir neçə gün öncə Elməddin bəyin videosunu paylaşmışdım. Harda o din haqqında, İslam haqqında öz fikirlərini danışırdı. Bu video kəşfiyyata düşdüyü üçün çoxsaylı baxış qazandı və bunun nəticəsində səhifəmə çoxlu yeni insanlar abunə oldular. Elə bu video həmçinin bir tanışlıq xarakterini də daşısın. Harda mən öz fikirlərimlə, fəaliyyətimlə, həyat tərzimlə bölüşürəm. Elməddin bəy o videoda həmçinin qurbanlıq haqqında da fikir söyləmişdi ki, bu mütləq şəkildə qoç kəsmək deyil, bu fədakarlıq etməkdir, nəyisə özündən fəda etməkdir, bu bayramdır. Əlbəttə, bu fikri bəyənənlər də oldu, bununla razı olmayanlar da oldu ki, bəs yəni başqa xeyirxahlıqlar üçün başqa bir günlər var. Bu bayram isə məsələ onun üçün bayramdır ki, sən ət kəsib mütləq şəkildə imkansızlara paylamalısan. Sanki insanlar başqa gün ət yemirlər və elə yediklərindən hansısa bir hissəsini paylaya bilməzlər. Yəni nəsə də indi hərənin öz fikri var. Nə deyim? O rəylərin içində məni bir fikir cəlb elədi. Harda insan Elməddin bəyə müraciət edərək yazırdı ki, bəs orada heç kim səni neçə heyvan başı kəsdiyin üçün sorğulamayacaq. Orada yəni daha önəmli bir şeylərə görə, hərəkətlərinə görə, əməllərinə görə səndən cavab istəniləcək. Və bu fikir mənim həqiqətən də xoşuma gəldi. Mən bununla tamamilə razıyam. Var daha dərin və daha mənalı bir şeylər, hansılarına görə biz yəni cavabdehlik daşıyırıq öz həyatımızda, mənim fikrimcə də eynən. Amma yəni mən bunu cavablamaq istəyirəm, çünki artıq 6 ilə yaxındır ki, öz həyatımda heç bir ət məhsullarından istifadə eləmirəm. Amma mən bunu ona görə eləmirəm ki, da özümü kimlərdənsə üstün tutum, da bomba hiss eləyim və yaxud da mənə cənnət verilsin, da tipa mənim xeyirxahlıqlarım daha çox olsun kimi. Yox, bu bir seçimdir. Bu bir seçimdir, necə ki, siqaret çəkmirəm, necə ki, alkoqol içmirəm, necə ki, kola içmirəm. Bu bir seçimdir. Və bu demək deyil ki, bunları eləyənlər də mütləq cəhənnəmə düşəcək ya da ki, pis bir əməl törədirlər. Xeyr, sadəcə o insanlar hansı ki, həyatlarında nəsə bir seçim edirlər və yaxud da nədənsə imtina edirlər, əksəriyyəti bunu araşdırır da, demək ki, səbəbi vardır. Və yaxud da səbəbi başqa cür də ola bilər ki, hansısa bir sağlamlıqla bağlı narahatlıqlarına görəmi də. Yəni, digər insanlar hansılar ki, tutam ki, vegetarianlara və yaxud da onlar kimi yaşamayanlara yuxarıdan aşağı baxdıqda ya da uzaylılar kimi baxanda onları qınamış olurlar. Yəni, dəqiq araşdırmadan, dərinliyinə getmədən, səbəbini bilmədən. Bunun özü də əməlli başlı bir günahdır. Yəni, demək istədiyim odur ki, hansısa bir problemin yaranır, araşdırırsan, öyrənirsən ki, bu nədir, bu hansı təsir göstərir sənin bədəninə, qərar verirsən ki, yığışdırım bir eksperiment kimi, yoxluyum, sınaq kimi, yoxluyum, görüm hansı nəticələr olacaq. Müsbət nəticələrini görürsən və qərar verirsən ki, elə belə də yaşayasan. Xüsusilə də, yəni doğru keçid etdiyin zaman əlbəttə, xüsusilə də detoks təmizləmələr işləri getdiyi zaman, xüsusilə də əməlli başlı görürsən ki, sənin də yəni qaraciyərlə bağlı bir çox narahatlıqların yığışılır. Görürsən ki, yəni revmatizm keçdi, getdi. Görürsən ki, məsələn, qulaq yox oldu, pis qoxular məsələn yox oldu. Bir çox da simptomlar həyatından çıxdı, ləkələr məsələn də getdi. Çünki görürsən ki, allergik bir reaksiya falan yaradırmış sənin bədənində. İndi hər bir halda məsələn də məndə bu cür bu baş verdi və əgər düşünürəm ki, mənə müsbət təsir göstərdisə, oxuduqlarıma əsasən də minlərlə, yüz minlərlə insanlara da müsbət təsir göstərilsə, demək bu haqda danışmağın da bir mənası var və ola bilər ki, kimsə sağlamlıqla bağlı narahatlıqları var deyə müxtəlif üsulları yoxlayıb da ona köməklik etməyib deyə
bunları da yoxlamağa vadar eləyər onu və ola bilər ki, da müsbət bir təsir göstərər. Yəni mən öz həyatımdan ət məhsullarını yığışdırdıqdan sonra, nəinki ət, ümumiyyətlə heyvan məhsullarını yığışdırdıqdan sonra öz sağlamlığımda mühüm dəyişikliklər hiss elədim, gördüm və belə mənə rahatdır deyən bu seçimi etmişəm. Bu seçimi etmişəm, seçimdir. Ola bilər ki, kiməsə başqa bir üsullar köməklik eləyibdir, kömək göstəribdir və o haqda danışsın, çox gözəl olar. Yəni onu da başqa bir adamlar yoxlayar, dəniyər. Hər bir halda niyyət budur. Niyyət o deyil ki, da dinə qarşı çıxasan, İslama qarşı çıxasan və yaxud da bir protest. Ya bəzi veganlarda bəli, bu protest xarakterini daşıyır. Hansılar düşünürlər ki, dünya təhlükəlidir sanki. Burada bu belə olmalı deyil. Gəlin heyvan haqqlarını qoruyaq. Xeyr, mən şəxsən özüm düşünürəm ki, bu dünyada hər kəs və hər şey öz yerindədir. Əgər belə məsləhət oldusa ki, toyuq kimi həyata gəlsin, inək kimi həyata gəlsin, demək ki, bu belə olmalıdır. Əgər belə məsləhət oldusa ki, hansısa bir müsəlman ölkələrində qurbanlıq bayramı var və çoxsaylı qoyunlar kəsilir həmən bir bayramda, demək ki, bu belə də məsləhət olubdur. Yəni mən bu seçimi ona görə etməmişəm ki, nələrsə burada tərsdir, səhvdir. Bu sadəcə mənə müsbət təsir göstərdiyi üçün bunu edirəm. Amma eyni zamanda da belə bir tərəfimdə düşünürəm ki, siqaret çəkməməkdən, spirtli içki içməməkdən və yaxud da kola içməməkdən ət yeməmək daha mənalı, daha üstün bir şeydir. Çünki burada həmçinin də digər məxluqlara qarşı bir simpatiya var da, onları hardasa bir zorakılıq yoxdur. Yəni onlar da yaşamaq istəyirlər də, yəni səndən qorxurlar, qaçırlar. Yəni qan tökmə yoxdur, aqressiya yoxdur eyni zamanda da. Yəni bunun bu tərəfi də vardı, hansını mən dəstəkləyirəm, başa düşürəm və ondan qat-qat daha üstün bir seçimdir mənim fikrimcə. Yəni sən məsələn də anında, yəni əsas məsələ anında da sən bundan zövq alırsan və bunu hiss edirsən. Bunu ona görə eləmirsən ki, yəni cənnətdə sənə hardasa nəsə verilsin, eləsin, xeyirlərinin üstündə daha çox bir şeylər sayılsın. Yox, bunu sən anında hiss edirsən və edirsən. Yəni sən pişiyə yaxınlaşanda və yaxud da itə yaxınlaşıb onu sığallayanda bunu sən ona görə eləmirsən ki, sənə cənnət vəd edirsin ya da nəsə bir şey olsun. Yox, sən bunu içdən hiss eləyirsən. Bu sənin içindən gəlir. Yəni eyni bir şeyləri də mən yaşayıram. Yəni başqa bir məxluqlara qarşı olsun. Deməyəcəm ki, onları çox sevirəm, onlarla belə qucaqlaşıb yaşamaq istəyirəm. Yox, sadəcə qoy hər kəs yəni öz həyatını yaşasın. Belə kimi bir düşüncədəyim. Yəni əziz insanlar, bu video bir tanışlıq xarakterini hələ ki daşıyır. Yəni sadəcə fikirlərimi söyləmək istəyirdim bu barədə. Çünki ola bilər ki, siz buna görə videoda səhifəyə abunə olmusunuz. Və sadəcə burada belə bir düşüncələri vardı, burada belə bir fikirlər vardı. Əgər xoşdursa, xoş gəlmisiniz, qala bilərsiniz səhifədə. Əgər görürsünüzsə ki, nəsə rezonans eləmir sizinlə, heç kim məcbur etmir. Yəni pis fikir söyləməkdənsə, pis rəy, negativ rəy bağışlamaqdansa burada ən yaxşısı sadəcə qatılmamaqdır və öz həyatını yaşamaqdır. İcazə verməkdir ki, eyni zamanda da başqaları da öz həyatını yaşasınlar. Belə əziz insanlar, bu sabah gələn fikir axını budur. Ümid edirəm sizin üçün faydalı olacaq. Hər bir halda o niyyətlə çəkmişəm bu videonu. Təşəkkür edirəm izlədiyiniz üçün. Sağ olun, salamat qalasınız. Özünüzə yaxşı baxın. Özünüzə.